morning, ladies and gentlemen. First of all, Xanımlar I'd və like to cənablar, sabahınız xeyir. greet all our guests. Əvvəlcə bütün qonaqlarımızı salamlayıram. Almost 200 guests 5 from qitəni, 80 countries 80 ölkəni və dünyanın 100-dən artıq aparıcı xəbər agentliklərini təmsil edən 200 nəfər qonağımız Bakıda Dünya Xəbər Agentliklərinin 5-ci konqresinə toplaşıblar. for the 5th World News Agencies Congress. It's a big honor for us to host Belə bir vacib, this important qlobal və international beynəlxalq event. tədbirə ev sahibliyi etmək bizim And I'm üçün sure böyük that our şərəfdir. guests will not Əminəm only ki, qonaqlarımız discuss gündəlikdə olan important vacib issues on the məsələlərin agenda, but also müzakirəsi ilə will be yanaşı, able to Azərbaycan haqqında daha dolğun məlumat əldə edəcək, see the development ölkənin of the inkişafının country, şahidi olacaqlar. the country which is modern, Bu ölkə dynamic, müasirdir, and dinamikdir which has a və great gələcək potential üçün nəhəng for the potensiala malikdir. We consider hosting this Biz bu event tədbirin in Bakıda Azerbaijan keçirilməsini also as həm də a sign müstəqil of medianın appreciation inkişafı sayəsində of the activity Azərbaycanın fəaliyyətinin and achievements və of nailiyyətlərinin Azerbaijan yüksək in qiymətləndirilməsinin development of göstəricisi independent hesab media. edirik. This is one of the priorities Bu bizim for our hökumətimiz üçün government. prioritetlərdən And I biridir. think that Və the düşünürəm ki, achievements müstəqilliyimizin during the 25 25 years of il ərzindəki independence nailiyyətlərimiz show that we bizim media azadlığı ilə managed yanaşı to provide freedom bütün of media digər fundamental as well azadlıqların as təmin all edilməsinə other fundamental müvəffəq freedoms. olduğumuzu nümayiş etdirir. Today in Azerbaijan there are almost 40 Bu gün Azərbaycanda daily 40-dan artıq gündəlik, more than 200 200-dən artıq monthly həftəlik və papers, aylıq qəzetlər fəaliyyət 10 göstərir. nationwide, Ölkə ərazisində 10 milli, satellite, 1 peyk 13 və regional. 13 regional və 17 17 kabel TV. televiziyası yayımlanır. Azerbaijan is a country with a Azərbaycan completely free internetin internet, tam azad olduğu and ölkədir more than 75% və əhəlimizin of our 75%-dən çoxu are fəal internet internet istifadəçisidir. population of the country is close to 10 Ölkə million. əhalisinin sayı təqribən And 10 there are milyon 2 nəfərdir million və Azərbaycanda users sosial of mediadan social media. istifadə edənlərin sayı 2 So milyondur. these figures show that Bu rəqəm onu nümayiş etdirir ki, Azərbaycanda azad medianın inkişafı olduqca uğurlu olub. Biz məqsədimizə nail olmuşuq və bu 25 il ərzində siyasi və iqtisadi islahatlarla yanaşı transformasiya keçmiş sahələrdən biri demokratik inkişaf istiqamətindəki islahatlar olub. in the area of democratic development. Last month we celebrated 25th Ötən ay biz anniversary müstəqilliyimizin of bərpasının restoration 25 of our illiyini qeyd independence. etdik. Restoration Nəyə because görə the first bərpası? democratic Çünki ilk Azərbaycan Republic of Demokratik Azerbaijan was Respublikası established, təqribən 100 il bundan almost əvvəl 100 years ago, 1918-ci ildə yaradılıb. Unfortunately, first Təəssüf ki, ilk Demokratik Respublikanın ömrü yalnız 2 il olub. but these 2 years were important. Lakin bu They 2 laid il down the vacib illər foundation olub. for democratic development. O dövrdə ölkəmizin demokratik inkişafının təməli qoyulub. Azerbaijan Democratic Republic was the first democratic Azərbaycan republic Demokratik in the Respublikası Muslim world. müsəlman aləmində One of ilk the demokratik achievements respublika olub. Of the republic Onun was əhəmiyyətli nailiyyətlərindən that biri women were granted bir the çox right to Avropa vote dövlətindən əvvəl much longer qadınlara before səs vermə many of the hüququnun European countries. verilməsi olub. In 1991, Müstəqilliyimiz our independence was 1991-ci ildə bərpa edilib and we had to leave və biz our öz own life. həyatımızı yaşamağa We had to başladıq. build the country. Biz ölkəni yenidən qurmalı, siyasi təsisatları yaratmalı, iqtisadiyyatımızı müasirləşdirməli və dünya xəritəsində yerimizi müəyyən etməli idik. And these years demonstrate Bu illər Azərbaycan xalqının əsas hədəflərə nail olduğunu nümayiş etdirir. achieved our main targets. Azerbaijan today is a country with a good reputation. Bu gün Azərbaycan beynəlxalq arenada nüfuza malik Only dövlətdir. one fact is worth to mention Burada bir faktı qeyd etmək kifayət edər. to demonstrate that several years ago Bir neçə il əvvəl Azərbaycan dünyanın ən mötəbər beynəlxalq qurumu of United Nations Security BMT Council Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. and we got that Biz bu üzvlüyü 155 dövlətin dəstəyi sayəsində əldə etmişik. so absolute majority. Yəni beynəlxalq ictimaiyyətin mütləq əksəriyyəti, hətta Azərbaycanla fəal siyasi təmaslara malik which don't olmayan have ölkələr active belə bizim political namizədliyimizi contacts with dəstəkləyib. Azerbaijan, supported our candidacy. That was a sign of Bu məsuliyyətli support, və that was a məntiqlə sign of davranan tərəfdaş appreciation ölkə.
Azərbaycana dəstəyin bizim beynəlxalq müstəvidə davranışımıza və fəaliyyətimizə verilmiş yüksək qiymətin göstəricisi idi. Bununla yanaşı, belə geniş beynəlxalq dəstəyin əldə olunması onu nümayiş etdirir ki, Azərbaycan müstəqil xarici siyasət aparan ölkədir və bu siyasət regional və beynəlxalq əməkdaşlığın genişləndirilməsinə yönəldilir. Bizim xarici siyasətimiz milli maraqlarımız üzərində qurulub və heç kəsə qarşı yönəldilməyib. Eyni zamanda Azərbaycan ləyaqətli ölkədir və bizim gələcəyimiz öz əlimizdədir. Bu baxımdan həmin faktorlarla yanaşı, Azərbaycanın sürətli siyasi və iqtisadi inkişafı bu geniş beynəlxalq dəstəyin əldə olunmasında mühüm rol oynayır. Biz müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində fəallıq və bütün bu təşkilatlarda biz ədalət dəyərini və beynəlxalq hüququ təşviq edirik. Azərbaycan dünyada nadir ölkələrdən biridir ki, eyni zamanda həm İslam Əməkdaşlıq Təşkilatı, həm də Avropa Şurasına üzv dövlətdir və hər iki təşkilatda Azərbaycan yüksək səviyyəli dəstəyə malikdir. Dünyada ilk dəfə 2008-ci ildə məhz bizim təşəbbüsümüz nəticəsində İslam Əməkdaşlıq Təşkilatı və Avropa Şurası Mədəniyyət Nazirlərinin birgə toplantısı təşkil edilib. Bu iki təsisat arasında yaranmış əməkdaşlıq və daha geniş hərəkat Bakı prosesi adı alıb və biz bununla fəxr edirik. Hesab edirik ki, bu sahədəki nailiyyətimiz dünyada yüksək qiymətləndirilir. Həmin təşəbbüsün irəli sürülməsinə səbəb yalnız bizim hər iki təşkilata üzv olmağımız deyildi. Bizim tariximiz, ənənələrimiz və ölkəmizin multikultural inkişafı müxtəlif dövlət, sivilizasiya və dinlər arasında münasibətlərin necə düzgün planlaşdırılıb, təşkil edilə biləcəyin nümunəsidir. Azərbaycan isə multikulturalizmin yaxşı nümunəsidir. Yeri gəlmişkən, bu il ölkəmizdə multikulturalizm ili elan edilib. Bu bizim dövlət siyasətimizdir və cəmiyyətimizdə hökm sürən ümumi ab-havanın göstəricisidir. Biz çoxsaylı beynəlxalq tədbirlər təşkil edirik. Onlar sırasında hər il keçirilən Bakı Humanitar Forumu, Beynəlxalq Mədəniyyətlər Arası Forumu var. Bu il biz BMT-nin 7-ci Sivilizasiyalar Alyansı Forumuna ev sahibliyi etdik. Nailiyyətlərimizin mühüm göstəricisi bu ilin oktyabr ayında Katolik kilsəsinin rəhbəri Roma Papası Fransiskin Azərbaycana səfəri və çıxışında multikulturalizm və bizim nailiyyətlərimiz haqqında söylədikləri olub. O burada Katolik kilsəsini, Azərbaycan məscidini ziyarət etmiş, Azərbaycanın bütün dini icmalarının rəhbərləri ilə görüş keçirmiş və Bakıdan, bu zaldan dünyaya mədəniyyətlər arası və dinlər arası dialoqun dəyərləri ilə bağlı mesaj vermişdi. Biz bunu bir nailiyyət kimi qəbul edirik. Xüsusilə də bugünkü dünyada etnik və dini zəmində qarşıdurmaların mövcud olduğu şəraitdə biz faciələrin, milli və ya dini mənsubiyyətinə görə insanların əzabının şahidi oluruq. Bu dərin narahatlıq doğuran hadisələrdir. Bu səbəbdən biz özümüzün gündəliyini təklif edirik. Bu multikulturalizm gündəliyidir. Multikulturalizm iflasa uğramayıb və hesab edirəm ki, Azərbaycan nümunəsi bunu sübut edir. Biz əməkdaşlıq və qarşılıqlı anlaşma gündəliyini təklif edirik.
So our role in this respect, Bunlar of müsbət course, tendensiyalardır. Bu baxımdan bizim rolumuz əsasən ənənələrimiz və ölkəmizin ehtiyacları üzərində qurulub. Çünki Azərbaycan çox millətli, çox konfessiyalı ölkədir. Azərbaycanda sülh hökm sürür və müxtəlif etnik və dini qrupların nümayəndələri sülh və ləyaqət şəraitində yaşayır. Eyni zamanda bu dünyaya bir mesajdır. Biz tənha bir ada deyilik. Bizim qonşuluğumuzda digər ölkələr var. Və bizim qanuna uyğun marağımızdadır ki, bu sahədə regionda və dünyada müsbət inkişaf mövcud olsun. Müstəqilliyin əldə olunmasından sonra uzun illərdir üzləşdiyimiz problemlər sırasında istər tarixi, istər hüquqi baxımdan Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağın Ermənistan tərəfindən qeyri-qanuni işğalı dayanır. Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır. Qarabağ sözünün özü Azərbaycan mənşəlidir. Bugün işğal altında təkcə Sovet dönəmində Azərbaycanın tərkibində müxtəlif vilayət olmuş. Dağlıq Qarabağ deyil. Azərbaycanın 7 digər rayonu da erməni işğal altındadır. Bu işğal 20 ildən artıqdır ki, davam edir. İşğal nəticəsində 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan xalqımıza qarşı etnik təmizləmə həyata keçirib və bu gün Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20%-i Ermənistan tərəfindən işğal edilib. Bütün aparıcı beynəlxalq təşkilatlar müvafiq qətnamə və qərarlar qəbul ediblər. 90-cı illərin əvvəlində BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib ki, orada Ermənistan qoşunlarının dərhal və qeyd-şərtsiz olaraq Azərbaycan ərazisindən çıxarılması tələb olunur. Ancaq onlar icra olunmamış qalır. Ermənistan həmin qətnamələrə məhəl qoymur, beynəlxalq ictimaiyyətə sayğısızlıq edir və burada ciddi müzakirələr aparılmalı və addımlar atılmalıdır ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmləri yaradılsın. Eyni zamanda qətnamələrin icrası ilə bağlı vahid icra üsulu olmalıdır. Çünki bəzi hallarda biz BMT Təhlükəsizlik Şurasının qətnamələrinin bir neçə gün içərisində icra olunduğunun şahidi oluruq. Bizə gəldikdə isə artıq 20 ildən çox vaxt keçir. Bu qəbul edilməzdir. Bu, Azərbaycana qarşı ikili standartların göstəricisidir. Biz işğala son qoymalıyıq. Digər beynəlxalq təşkilatlar, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurasının Parlament Assambleyası, Avropa Parlamenti, Qoşulmama Hərəkatı və digərləri bənzər qərar və qətnamələr qəbul ediblər. Ancaq onlar da kağız üzərində qalmaqdadır. Bizim bütün tarixi abidələrimiz, məscidlərimiz, məzarlıqlarımız ermənilər tərəfindən dağıdılıb. ATƏT-in 2 fakt araşdırıcı missiyası da bu faktları təsdiq edib. Burada, Bakıda siz dövlətin himayəsi altında olan, təmir edilmiş erməni kilsəsini ziyarət edə bilərsiniz. Ancaq Dağlıq Qarabağ və digər işğal edilmiş rayonlarda bizim bütün məscidlərimiz Ermənistan tərəfindən dağıdılıb. Münaqişə ən qısa zamanda öz həllini tapmalıdır və bu həll beynəlxalq hüquq və Azərbaycanın ərazi bütövlüyünə əsaslanmalıdır. Azərbaycanın ərazi bütövlüyü istənilən digər dövlətin ərazi bütövlüyü qədər dəyərlidir. Biz tez-tez eşidirik ki, postsovet məkanında olan digər münaqişələr dövlətlərin ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Həmin prinsip Azərbaycana da şamil olunmalıdır. Bu nəhəng siyasi, iqtisadi və sosial yükə baxmayaraq Azərbaycan inkişaf edir.
Biz bu inkişafa sadiqik. Biz daha güclü dövlət yaratmalıyıq. Bütün sosial vədlərimizə əməl etməliyik. İqtisadiyyatımızı şaxələndirməliyik və daha güclü olmalıyıq. Təəssüf ki, bugün dünyada bir çox hallarda beynəlxalq hüquq pozulur və təcavüzkarı işğala son qoymağa məcbur edəcək siyasi mexanizmlər yoxdur. Bu səbəbdən biz əsas diqqəti ölkənin iqtisadi inkişafına yönəltmişik və hesab edirəm ki, nailiyyətlərimiz olduqca böyükdür. Bugün Azərbaycan müasir, inkişafda olan, özünü təmin edən ölkədir. Güclü və şaxələndirilmiş iqtisadiyyata malikdir. Sosial təminat yüksək səviyyədə təmin edilir. Bütün iqtisadi proqramlarımız həyata keçirilib. Onların bəziləri hətta vaxtından əvvəl icra olunub. Son 13 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfə artıb. Biz yoxsulluğun öhdəsindən gələ bilmişik və bugün bu göstərici 5% səviyyəsindədir. İşsizlik də təqribən həmin səviyyədədir. Mötəbər beynəlxalq təşkilatlar Azərbaycanı inkişaf baxımından yüksək mövqelərə layiq görürlər. Məsələn, Davos Dünya İqtisadi Forumu Azərbaycanı iqtisadi rəqabətliliyinə görə 37-ci yerə layiq görüb. Bu isə dünya miqyasında aparıcı mövqelərdən biridir. Öz növbəsində bu onu nümayiş etdirir ki, bizim iqtisadiyyatımız rəqabətlidir, şaxələndirilmişdir və yalnız bir mənbə, enerji mənbəyindən asılı deyil. Gələcəkdə iqtisadiyyatın daha da şaxələndirilməsi, iqtisadi islahatların davam etdirilməsi, ölkəmizin davamlı inkişafı üçün əlavə imkanlar yaradacaq və əminəm ki, Azərbaycan qarşıdan gələn illərdə daha da güclü olacaq. Qarşılıqlı maraq üzərində qurulmuş geniş regional əməkdaşlığın yaradılması istiqamətində tərəfimizdən böyük səylər göstərilir. Xüsusilə də enerji və nəqliyyat sahələrində. Bizim təşəbbüslərimiz artıq öz bəhrəsini verir. 90-cı illərin ortalarında Azərbaycan tərəfindən irəli sürülmüş enerji layihələri regionumuza firavanlıq gətirib. Biz Xəzərin nəhəng enerji ehtiyatlarını dünya bazarlarına çıxaran ilk ölkə olmuşuq. Xəzər dənizinin şaxələndirilmiş boru kəmərləri sistemi vasitəsilə Qara və Aralıq dənizləri ilə birləşdirilməsi Azərbaycanın ən mühüm nailiyyətlərindəndir. Bugün biz Cənub Qaz Dəhlizi adlanan qlobal enerji layihəsi üzərində çalışırıq və onun icrası nəticəsində biz bir sıra ölkələr üçün etibarlı qaz ixracatçısına çevriləcəyik. Layihənin dəyəri təqribən 45 milyard dollardır və Azərbaycan onun həyata keçirilməsində aparıcı rol oynayır. Bugün biz artıq Cənub Qaz Dəhlizi layihəsinin iştirakçısı olan 7 dövlətlə sıx əməkdaşlıq yaratmışıq. Gələcəkdə isə yeni ölkələr layihəyə qoşulacaq ki, bu da bizə öz ehtiyaclarımızı təmin etməyə, böyük qaz ixracatçısına çevrilməyə, tranzit və istehlakçı dövlətlərə isə yeni enerji mənbəyi əldə etməyə imkan yaradacaq. Hər bir dövlətin iqtisadiyyat və sənayesini inkişaf etdirmək üçün buna ehtiyacı var. Bizim enerji siyasətimiz milli maraqlarımıza və əməkdaşlığa əsaslanır. Hesab edirəm ki, bu sahədə də qeyd etdiyim kimi, Azərbaycan qarşılıqlı marağa söykənən çox məsuliyyətli yanaşma nümayiş etdirir. Biz yalnız belə olan halda məqsədimizə nail ola bilərik. Layihənin bütün iştirakçıları gəlir paylarını əldə etməlidir və biz enerji əməkdaşlığını ölkələri yadlaşdıran deyil, birləşdirən sahə hesab edirik. Hesab edirəm ki, bu sahədə olan nailiyyətlərimiz artıq nəzərdən keçirilə bilər. Eyni sözləri bizim etibarlı nəqliyyat dəhlizinin yaradılması təşəbbüsümüz haqqında da demək olar. Biz üstün coğrafi yerləşməyə malikik
Ancaq müvafiq infrastruktur olmadan bu coğrafiya o qədər də böyük əhəmiyyət kəsb etmir. Bu səbəbdən bizim səylərimiz nəqliyyat sahəsində regional əməkdaşlığın yaradılmasına yönəldilib. Xüsusilə də Şərq-Qərb nəqliyyat dəhlizi çərçivəsində. Bu layihə yekunlaşmaq üzrədir və artıq ilk sınaq yük qatarı Asiyadan Avropaya Azərbaycan üzərindən hərəkət edib. Bundan başqa icra olunmaqda olan digər layihə Şimal-Cənub nəqliyyat dəhlizi layihəsidir. Azərbaycan bu layihənin icrasında vacib tədbirlər görüb və mühüm addımlar atıb. Xəritəyə nəzər salsanız aydın olar ki, hər iki dəhliz əlavə fəaliyyət sahəsi yaradacaq, artım və sənayenin inkişafını stimullaşdıracaq və müxtəlif dövlət və şirkətlərə vaxta qənaət etməklə yüklərini ixrac etmək imkanı yaradacaq. Şərq-Qərb və Şimal-Cənub dəhlizləri vasitəsilə yük nəql edən şirkətlər 2 həftəyə qədər vaxta qənaət etmiş olacaqlar. Təbii ki, burada sərmayəyə ehtiyac var. Biz həm sərmayə yatırır, həm də bu layihələrin icrası üçün digər tərəfdaşlarımıza maliyyə dəstəyi veririk. Bunun məqsədi isə yenə də regional əməkdaşlıq, proqnozlaşdırma, iqtisadi mənfəət və təhlükəsizlikdir. Çünki təhlükəsizlik olmazsa, qeyd etdiyim heç bir layihənin icrası mümkün olmaz. Təhlükəsizliklə bağlı narahatlıq artmaqdadır. Ətrafımızda vəziyyət getdikcə gərginləşir. Yeni narahatlıq mənbələri, qarşıdurma, qan tökülməsi, müharibələr meydana gəlir və bu da bizi dərindən narahat edir. Bizim siyasətimiz hər zaman risklərin azaldılmasına hesablanır və bugün Azərbaycanda olan vəziyyət onu nümayiş etdirir ki, bu təkcə bizim ölkə üçün deyil, bütün region üçün düzgün siyasətdir. Müstəqilliyimizin 25 illiyi haqqında bəhs edərkən, sosial təminatın gücləndirilməsi və sosial infrastrukturun yaradılması sayəsində görülən işləri qeyd etmək lazımdır. Sosial layihələrin icrası sırasında ən vaciblərindən biri qaçqın və məcburi köçkünlərin yerləşdirilməsi olmuşdu. 250 min nəfər yeni ev və mənzillərlə təmin olunmuşdu. Təhsil infrastrukturuna böyük vəsait yatırılıb. Azərbaycanda 3000-dən artıq yeni məktəb inşa edilib və biz fəxr edə bilərik ki, Azərbaycanda savadlılıq 100% səviyyəsindədir. Bu isə bizə inkişaf etmək imkanı yaradacaq. Çünki dünyada müasir inkişaf təbii sərvət deyil, bilik, müasir texnologiya və təhsil üzərində qurulur. Bu səbəbdən biz təbii sərvətlərin insan kapitalına çevrilməsinə çalışırıq və hesab edirəm ki, buna müvəffəq olmuşuq. Təhsil bizim əsas prioritetimiz olub. Bu gün də prioritetdir və gələcəkdə də prioritet olaraq qalacaq. Azərbaycan haqqında danışarkən tərəfimizdən təşkil olunan və tərəfdaşlıq və dostluğa yönəlmiş beynəlxalq tədbirləri qeyd etmək istərdim. Azərbaycan bir çox mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edir. Onlardan 2 idman tədbirini qeyd etmək istərdim. O tədbirlər ki, onun mahiyyəti yalnız idmanla məhdudlaşmır. Birincisi, ilk Avropa oyunlarıdır. Oyunlar ötən il Bakıda təşkil edilmişdi və onlar 2 nöqteyi nəzərdən rəmzi xarakter daşımışdı. İlk olaraq ona görə ki, bugünədək digər qitə oyunlarından fərqli olaraq Avropa oyunları təşkil edilməmişdi. İkincisi isə ilk Avropa oyunlarının müsəlman ölkəsində keçirilməsidir. Bu, qarşılıqlı anlaşmanın çox mühüm göstəricisi idi. Və mən Avropalı tərəfdaşlarımıza oyunlara ev sahibliyi etmiş Azərbaycanı dəstəklədiklərinə görə minnətdarlığımı bildirirəm. Bu oyunlar yay olimpiya oyunları səviyyəsində təşkil olunmuşdu və həqiqətən də birlik və dostluq festivalına çevrilmişdi. Gələn il biz İslam həmrəyliyi oyunlarını qəbul edəcəyik. Yəni 2 il içərisində bir şəhərdə həm Avropa,
həm də İslam həmrəyliyi oyunları təşkil edilmiş olacaq. Biraz əvvəl qeyd etdiyim fikrə qayıtmaq istəyirəm. Əlaqə, multikulturalizm, qarşılıqlı anlaşma və qarşılıqlı hörmət. Budur bizim təşviq etmək istədiyimiz. Təbii ki, güclü media dəstəyi olmazsa, biz bu sahədə uğur əldə edə bilmərik. Əlbəttə, medianın hansı formada fəaliyyət göstərməli olduğu haqda danışmayacağım. Çünki bu mənim işim deyil. Bir dövlət başçısı və siyasətçi kimi əminəm ki, medianın beynəlxalq hadisələrdəki rolu dəqiqliklə təhlil edilməlidir. Çünki medianın rolu gündən-günə artır və bununla yanaşı məsuliyyət də artır. Biz bir çox hallarda media tərəfindən işıqlandırılan hadisələrin gərginlik, qan tökülməsi və qarşıdurma yaratdığının şahidi oluruq. Bu səbəbdən əməkdaşlıq dəyərlərinin təşviqi baxımından xəbər agentliklərinin və medianın dəstəyi olduqca əhəmiyyətlidir. Bununla siyasətçilər ümumbəşəri dəyərlərin müdafiəsi üçün yeni imkanlar əldə etmiş olur. Bununla dəyərlərin təşviqində bizə daha ardıcıl və fəal olmaq fürsəti verilmiş olur. Çünki bəzən mediada gördüklərimiz və oxuduqlarımız reallıqdan fərqlənir. Şəxsi təcrübəmdən deyə bilərəm. Əlbəttə, istənilən dövlətin prezidenti kifayət qədər dəqiq məlumat mənbələrinə malikdir. Ancaq beynəlxalq media vasitəsilə izlədiyimiz bu və ya digər eyni hadisə onun kim tərəfindən təqdim edilməsindən asılı olaraq bəzən fərqli şəkildə təqdim edilir. Bu səbəbdən biz eyni hadisənin siyasi motivlərə əsaslanan fərqli təqdimatının şahidi oluruq. Yaxın Şərq, müharibələr, Avropa, postsovet məkanı. Burada eyni hadisə fərqli olaraq təqdim edilir. Yəni burada biz siyasi motivlər və müəyyən mənada müxtəlif siyasi dairələrin müdaxiləsinin şahidi oluruq. Hadisələrin gedişi müəyyən çərçivəyə salınır. Təqdim edilməli olan məsələlər müəyyən edilir, digər mövzular isə qadağan edilir. Bu səbəbdən sizin bugünkü toplantınız və sizin konqresiniz bu mühüm məsələləri nəzərdən keçirəcək. Hamımız azad medianın tərəfdarıyıq. Hamımızın doğru məlumata ehtiyacımız var. Xüsusilə də 70 il Sovet İttifaqının tərkibində yaşamış Azərbaycan kimi dövlətlər. O dönəmdə yalnız vahid rəsmi siyasət və vahid ideologiya mövcud idi və bizim heç bir məlumata çıxışımız yox idi. Təkcə bizim deyil, bütün ölkə və xalqların həqiqətən nələrin baş verdiyi ilə bağlı məlumat əldə etmək hüququ var. Əminəm ki, siz bu məsələləri müzakirə edəcəksiniz və Bakı Konqresi fəaliyyətinizdə mühüm addım olacaq. Sizi bir daha ölkəmizdə salamlayıram. Şadam və fərəhlənirəm ki, biz belə mötəbər qlobal tədbirə ev sahibliyi edirik və konqresə uğurlar arzu edirəm. Bir daha təşəkkür edirəm.